Salam, dəyərli izləyicilər, müəllimlər və tələbələr, hər birinizi xoş gördük. Mən kurikulum üzrə mütəxəssis Əminə Bağırova. Bu gün sizin üçün 4 metodik çərçivə 2026 sənədinə düşmüş təfəkkür növü haqqında məlumat verəcəm. Bunlar praktik təfəkkür, abstrakt təfəkkür, analitik təfəkkür və produktiv təfəkkür adlanır. Əvvəla gəlin birinci praktik təfəkkür haqqında ilkin izaha fikir verək. Demək, praktik təfəkkür adından göründüyü kimi bu anlayış bizim üçün yad deyil. Hansı ki biz praktik yönümlü kimi, yəni praktik yönümlü bacarıqlar, praktikada istifadə etmək kimi ifadələri çox işlətmişik. Bəs bunun təfəkkürlə bir bağlılığı və ya ki, təfəkkür olaraq praktik təfəkkürün anlayışı nədən ibarətdir və nəyi ifadə edir? Buna gəlin nəzər yetirək. Demək, praktik təfəkkür nədir? Praktik təfəkkür nəzəriyyəni həyatı bacarığa çevirmək deməkdir. Nədir? Həyatı bacarığa çevirməkdir. Yəni biz hansısa bir nəzəri biliklərə yiyələnmişik, bizim informasiyamız var, baza biliklərimiz var və həmin o baza bilikləri, nəzəri bilikləri biz həyatda və yaxud da ki, müəyyən bir real problemlərin həllində bu biliyi istifadə etməklə bacarığa çeviririk. Burada daha bir dəqiq fikrimizi ifadə eləsək, praktik təfəkkür insanın gündəlik həyatda qarşılaşdığı real problemləri mövcud bilik, təcrübə və şəraitə uyğun şəkildə tez, fikir verin, bunları xüsusən qara hərflərlə vermişəm, tez və səmərəli həll etmə bacarığıdır. Deməli, nədir praktik təfəkkür? İnsanın gündəlik həyatında qarşılaşdığı problemləri tez və səmərəli həll etmə bacarığıdır. Və bu təfəkkür növü nəzəri biliklərin praktik tətbiqinə əsaslanır. Deməli, belə başa düşdük ki, praktik təfəkkür nəzəri biliklərin real həyati situasiyalarda, real problemlərin həllində istifadəsidir. Və bu praktik təfəkkür həmin o problemlərin tez və səmərəli şəkildə həll etməsinə yardım göstərir. İndi görək, nümunələrə baxaq, görək nələrə, hansı situasiyalarda biz praktik təfəkkürü istifadə edirik. Yazılıb burada, məktəbdə kitabxanadan az istifadə olunur. Siniflər üçün qısa maarifləndirici fəaliyyətlər planı hazırlayın. Deməli, nə hazırlamalıyıq? Məktəbdə kitabxanadan az istifadə olunduğuna görə sinifləri həmin o kitabxanalara cəlb eləmək üçün maarifləndirici fəaliyyət planı hazırlanmalıdır. Əslində, belə bir situasiyalarla biz deyək ki, real həyatda qarşılaşırıq həqiqətən də. Uşaqların kitabxanaya marağı azdır. Çünki bütün o məlumatları internet vasitəsilə, süni intellekt vasitəsilə asanlıqla əldə edirlər. Bəs necə edək uşaqları kitablara, dərsliklərə və digərdəki mənbələrə, əlavə vəsaitlərə cəlb eləmək üçün biz nə hazırlamalıyıq? Fəaliyyət planı hazırlamalıyıq. Baxın, bu artıq praktik yönümlü bir təfəkkürün formalaşmasına təkan verən bir tapşırıq növüdür. Digər bir suala baxaq. Bir günlük sağlam qidalanma ilə bağlı menyu hazırla və seçimini əsaslandır. Diqqət yetiririk. Yəni hansı ki, qidalanma, sağlam qidalanma bizim elə gündəlik realda belə deyim, xüsusən nəzarətdə saxlamaq istədiyimiz bir məqamdır və bir günlük sağlam qidalanmanı təmin etmək üçün menyu hazırlanmalıyıq və nə üçün bu menyunu hazırlayırıqsa öz seçimimizi əsaslandırmalıyıq. Artıq bu ifadədən, bu seçimini əsaslandır fəaliyyətindən də belə biz tuta bilərik ki, praktik təfəkkür həm də əsaslandırmaya yönəlir. Baxın, burada plan hazırlayırsam, deməli, hardasa burada müəyyən yaradıcı bacarıqlar da olmalıdır şagirddə. Burada isə həmçinin seçimini əsaslandır deyilsə, tənqidi bacarıq da olmalıdır. Növbəti bir suala baxaq. Tarixdə baş vermiş bir səhvdən çıxış edərək müasir dövrdə eyni səhvin təkrarlanmaması üçün 3 tövsiyə hazırla. Aha, deməli, tarixdə hər hansı bir tarixi səhv baş veribdir
və həmin o tarix təkrarlanmasın, müasir dövrdə biz eyni hadisə ilə qarşılaşmayaq deyə ə, müəyyən sayda tövsiyələr hazırlamalıyıq. Baxın, bu da həmçinin analiz tələb edir əslində şagirddən ki, görəsən tarixdə hansı səhvlər baş verib və onun olmaması üçün nələr hazırlaya bilərəm. Yəni bu yöndə praktik cəhətdən tarixi bilikləri, nəzəri bilikləri nə edəcək? Məhz burada bizə verilən istiqamətdə biliyini sınaqdan keçirdəcək. İndi gəlin baxaq, görək praktik təfəkkürün hansı xüsusiyyətləri var. Demək, ümumiləşdirmişəm burada. Deməli, xüsusən 5 istiqamətdə real yönümlüdür. Yəni həqiqətən gördük ki, elə bir suallar, yəni situativ suallardan biz gördük ki, gündəlik həyat və iş vəziyyətləri ilə bağlı situasiyalarda istifadə olunur bu praktik təfəkkür. Hansı ki, məktəbdəki o kitabxanada istifadə elədik, yəni oradakı müəyyən fəaliyyət planları hazırlamaqla və də qida rasionumuzda sağlam qidalanmanı təmin etmək üçün və də ki, tarixdə baş verən hadisələr, yəni hansı ki, bu bizim real həyatımızda lazım olan və tez-tez qarşılaşdığımız məsələlərlə bağlıdır. Məqsəd yönlüdür. Nə deməkdir? Yəni konkret nəticə əldə etməyə fokuslanır. Bəli, hər birində gördünüz ki, müəyyən bir orada məhsul hazırlanır. Məsəl üçün 3 tövsiyə hazırla, fəaliyyət planı hazırla, qida menyusu. Yəni konkret biz orada nə görürük? Bir fəaliyyət görürük, yəni bir məhsul görürük. Çevikdir. Bəli, az öncə tərifdə də gördük ki, tez və səmərəli. Yəni şərait dəyişəndə qərar da dəyişə bilər. Sözsüz ki, bu bizim düşdüyümüz situasiyaya görə dəyişir. Sonra təcrübəyə əsaslanır. Əvvəlki yaşantılar və müşahidələr ön plandadır. Sözsüz ki, praktik təfəkkür xüsusən təcrübəyə əsaslandığına görə, yəni bu xüsusiyyəti də özündə əks etdirir. Qərar vermə bacarığı ilə bağlıdır. Yəni tez və effektiv seçim etməyi tələb edir. Bəli, yəni qarşılaşdığımız real problemlə tez bir zamanda çıxış yolu tapmaq üçün həmçinin nə lazımdır? Qərar vermə bacarığı da lazımdır. Hansı ki biz onu da az öncə tapşırığımızda, nümunəmizdə gördük. İndi gəlin praktik təfəkkürü nəzəri təfəkkürlə fərqləndirək. Yəni nəzəri təfəkkür bildiyimiz kimi müəyyən bir anlayışların, müəyyən bir qanunauyğunluqların, qanunların toplusundan ibarətdir ki, onların məzmununun öyrənilməsinə istiqamətlənir. Amma praktik təfəkkür həmin o bilikləri, əldə olunmuş o məlumatları tətbiq etməklə məşğuldur. Abstrakt düşünür, nəzəri biliklər, amma praktik təfəkkür isə konkret vəziyyətə fokuslanır. Yəni konkret vəziyyətə fokuslanır. Yəni real problem nədir? Mövcud olan və tez həll olunması ehtiyacı yaranan məsələ nədir? Bax, ona istiqamətlənir ki, məhz onun da həllində bu bacarıqlar istifadə olunur. Nəzəri təfəkkür daha çox niyə sualına cavab axtarırsa, praktik təfəkkür harada və necə sualını tapır, cavab tapır. Yəni necə həll edim o problemi, necə yerinə yetirim? Yəni hansı ki işin prosesini özündə ehtiva eləyir praktik təfəkkür. Və baxaq görək praktik təfəkkürü formalaşdıran əsas yanaşmalar hansılardır? 4 əsas yanaşma mövcuddur burada. Yenə də müəyyən demək fikirlərimizi konspektləşdirək, ümumiləşdirək. Hansılardır? Real həyat probleminə əsaslanan tapşırıqlar üzərində qurulur. Məsəl üçün deyir, şagird abstrakt biliklə deyil, konkret situasiya ilə üzləşir və bilikləri tətbiq etməyə məcbur olur. Yəni yuxarıda mən birinci nümunəni göstərdim ki, sizə daha asan olsun. Yəni gördünüz ki, orada məktəb şəraitinin, kitabxananın daha cəlbedici olması üçün şagird hansı maarifləndirici plan hazırlaya bilər. Yəni bu da real qarşılaşdığımız məsələdir və yaxud da ki, qida məsələsi ilə bağlı, sağlam qidalanma ilə bağlı. Yəni hansı ki, bunlar bizim gündəlik həyatımızda tez-tez üzləşdiyimiz məsələlərdir. Mən burada
üç nümunə göstərdim, amma özünüz də öz təcrübənizdən də çıxış edərək müəyyən bir situasiyanı beyninizdə canlandırıb onu praktik təfəkkürlə əlaqələndirə bilərsiniz. Nəticə yönümlüdür. Bəli, 3 dənə göstərdiyim nümunənin hər üçündə nə var idi? Müəyyən bir plan, tövsiyə var idi, müəyyən bir model var idi. Hansı ki, bax burada da yazılıb tapşırıq yalnız cavabla yox, istifadə oluna bilən nəticə ilə tamamlanır. Yəni işimizin sonunda bir məhsul olmalıdır. Az öncəki izahda da bunu vurğulamışdım. Real düşünmə yanaşması əsas götürülür. Nə deməkdir? Şagird ideal şəraitdə yox, görürsüz dırnaq içində ideal şəraitdə yox, vaxt, resurs, büdcə kimi real məhdudiyyətlər daxilində qərar verməyi öyrənir. Baxın, çünki real vəziyyət, real qarşılaşdığımız problem bizim üçün aktualdır. Yəni anında istifadə etməliyəm, anında problemi həll etməliyəm, tez həll etməliyəm, çevik həll etməliyəm və burada mənim üçün vaxt məhdudiyyəti ola bilər, burada resurs məhdudiyyəti ola bilər, burada büdcə məhdudiyyəti ola bilər. Yəni bunun daxilində mən nə hazırlaya bilərəm, hansı deyək ki, situasiyadan çıxa bilərəm. Yəni bax bu real düşünmə cəld və çevik düşünməyə gətirib çıxardır. Yəni real düşünmək bir növ daha operativ, daha cəld, daha belə deyək, situasiyadan tez çıxma bacarığını ifadə eləyir. Qərar vermə və əsaslandırma nədir? Şagird birdən çox mümkün həll yolları içərisindən ən məqsədə uyğun olanı seçir və səbəbini izah eləyir. Yəni ki, bir neçə mümkün həll yolları ola bilər o problemin həllində, amma şagird onların içərisindən ən uyğununu, ən optimalını seçir və nəyə görə bu deyək ki, həll yolunu seçirsə, bunun səbəbini izah etməlidir. Bax bu yanaşmaların üzərində situasiya sualları hazırlanacaq müəllimlər. Yəni praktik təfəkkürü formalaşdıran əsas yanaşmalar deyildikdə həm də həmin belə deyim, praktik təfəkkürlə əlaqəli situasiya yönümlü tapşırıqların tərtibatı real həyati problemə əsaslanacaq. Konkret həmin o deyək ki, tapşırığın sonunda bir məhsul olmalıdır, ya plan, ya sxem, ya tövsiyə, ya model. Real düşünmə, hansı ki, orada vaxt məhdudiyyəti ola bilər, orada müəyyən büdcə azlığı ola bilər, resurs məhdudiyyəti ola bilər ki, bunun daxilində şagird cəld qərar vermə bacarığını tətbiq etməlidir və həmçinin qərar vermə və fikrini əsaslandırma, hansı ki, dedik, bir neçə mümkün həll yollarından müəyyən birini seçir və onun nə üçün seçildiyinin izahını verir. Yəni burada əsaslandırır da, yəni nəyə görə mən bu həll yolunu seçdim? O fikri əsaslandırmalıdır. Hansı ki, biz orada qida, mən burada göstərim təkrar sizin üçün. Bax burada elə biz həmin o yanaşmanın bir nümunəsini görə bilərik. Bir günlük sağlam qidalanma ilə bağlı menyu hazırla. Baxın, bu nədir? Bu artıq sayılır nəticə yönüm. Yəni işimizin nəticəsində menyu hazırlanmalıdır. Amma eyni zamanda bu menyunu mən etməliyəm, yəni seçimə əsaslandırmalıyam ki, nəyə görə məhz bu menyu. Yəni bu da bizim toxunduğumuz qərar vermə və əsaslandırma yanaşmasına uyğundur. Belə, deməli, praktik yönümlü, praktiki təfəkkürə əsaslanan tapşırıqlar, bacarıqlar, daha doğrusu deyildikdə nələr nəzərdə tutulur? Nəzəri biliyi real həyata tətbiq etmək, həyati bacarığa çevirmək. Bu zaman biz həmin o problemləri nə edirik? Tez və səmərəli şəkildə həll etmiş oluruq. Bax, bu əsas bizim üçün praktik təfəkkürdə lazım olan nələrdir? Biliklərdir ki, bunları ətraflı şəkildə mənimsədikdən sonra suallar rahatlıqla işləməkdə köməklik göstərəcək. Hələ ki, izahım praktik təfəkkürdür. Belə, növbəti izahımı isə abstrakt təfəkkürə həsr edəcəm, müəllimlər.
Abstrakt təfəkkür. Baxın, abstrakt ümumiyyətcə çox işlətmişik və çox rastlaşmışıq bu ifadə ilə. Abstrakt bir növ mücərrədlik anlayışını bizə ifadə eləyir. Yəni beynimizdə mücərrəd bir modelin yaradılması və onun barəsində düşüncələrimizin formalaşmasıdır. Amma gəlin baxaq daha dəqiq və elmi onun yanaşmasına, tərifinə diqqət yetirək. Abstrakt təfəkkür nədir? Abstrakt təfəkkür insanın hadisə və anlayışları konkret obyektlərdən asılı olmadan, fikir verin, qara hərflərlə xüsusən vurğulamışam, konkret obyektlərdən asılı olmadan ümumiləşdirilmiş, məcazi və simvolik şəkildə dərk etmə bacarığıdır. Yəni konkret obyektlərdən asılı olmadan. Yəni biz burada ə, hər hansı bir məsələ barəsində düşünürüksə, biz konkret hansı bir əşya, hansı bir obyekt, hansı bir nə bilim varlıq, insan barəsində deyil, biz həmin o belə deyim anlayışların, yəni nədən ibarətdirsə bizim müzakirə edəcəyimiz mövzu, onun həm məcazi mənasını dərk eləmək, onun simvolizə yəni simvolizə edərək onu dərk etmək və ümumiləşdirməkdir. Hansı ki, bizə abstrakt təfəkkür bir növ həmçinin konseptual biliyi də bizə xatırladır. Yəni bax buna da yəni yadınıza salıb bunu biraz əlaqə qura bilərik. Bu təfəkkür növü birbaşa görünməyən, toxunulmayan obyektlərədir deyil, anlayışlar arasında əlaqələri anlamağa, məntiqi münasibətlər qurmağa imkan verir. Yəni, bir daha təkrarlayıram. Abstrakt təfəkkür nədir? Abstrakt təfəkkür birbaşa görünməyən və toxunulmayan obyektlərlə, yəni əlaqəni qurmur. O bilavasitə anlayışlar arasında məntiqi bağlılığı yaradır. Nə ola bilər bu məntiqi bağlılıq? Nə ola bilər o əlaqələrin anlanılması, yəni başa düşülməsi? Bax, burada mən bir neçə nümunə hazırlamışam. Deyir ki, ədalət anlayışını ən azı 3 fərqli situasiya üzərində izah et. Və 3 situasiya üzərində ədalət anlayışı nədir? Baxın, burada artıq mən fikrimi nə edəcəm? Ümumiləşdirəcəm və onu müəyyən situasiyalarla izahını verəcəm. Deyir və bu situasiyalarda ədalətin pozulduğu və qorunduğu halları müqayisə et. Və bir növ bizim üçün anlama bacarığını, yəni Bloom taksonomiyasının anlama mərhələsini bizə xatırladır ki, orada da müəyyən anlayışların mənasını izah eləməliyəm, nəyi ifadə etdiyini başa salmalıyam, müqayisələr aparmalıyam. Bir növ abstrakt təfəkkürü biz hardasa Bloom taksonomiyasının anlama mərhələsini fəaliyyətlərlə qarşılaşdıra bilərik. Daha sonra növbətidir, aşağıdakı ifadədə X və Y-in mənasını izah et və real həyat nümunəsi qur. Aha, fikir verin, mənanı izah elə. X və Y-in mənası nə ola bilər? Baxın, bu əslində konkret bir, belə deyək, obyekt deyil, konkret bir, müəyyən bir bizim toxunula bildiyimiz, gözlə görünülə bilən bir yanaşma, anlayış deyil. Biz sadəcə bu bir düsturdur, düz bir hesablamadır və bu bilavasitə zehində baş verən bir prosesdir və zehində olan bu riyazi biliyin və ya da konkret bir ifadələrin, ədədlərin və də rəqəmlərin mənasını mən izah eləməliyəm. Təbii ki, necə başa düşürəmsə, onu hansı şəkildə izah eləyə bilirəmsə, bax bunu çatdırmalıyam və onu real həyat nümunəsi ilə qarşılaşdırmalıyam. Yəni, burada əlaqələr nə olur? Qarşılaşdırılır. Sonra müşahidə etdiyim bir gündəlik prosesi, məsələn, dərsdə motivasiyanın artması və ya azalması əsas götürərək, yəni nə əsas gündəlikdir, müşahidə etdiyim bir gündəlik prosesi əsas götürərək bir prinsip və ya qayda formalaşdır. Baxın, yəni tutalım deyək ki,
müşahidə etdiyimizdə ki, dərsdə görürük ki, uşaqların motivasiyası dərsə azdır və yaxud da ki, həvəsləri yoxdur. Onları dərsə cəlb eləmək üçün bir prinsip və bir qayda formalaşdırmalıyıq. Hansı ki, bu da bilavasitə düşünərək bizim gətirə biləcəyimiz bir nümunədir, bir çıxış yoludur. Sonra, əgər süni intellekt təhsildə daha geniş istifadə olunarsa, 3 mümkün nəticə yaz. Baxın, bilmirəm diqqət yetirirsinizsə, hər birinin sonluğunda müəyyən abstrakt bir yanaşma var. Məsəl üçün bir prinsip, bir qayda formalaşdır və ya da ki, real həyat nümunəsi qur. Baxın, burada abstrakt mücərrədlik var yanaşmalarda. Sonra ədalətin pozulduğu və qorunduğu halları müqayisə et. Yəni hadisələri biz orada nə edəcəyik? Qarşılaşdıracağıq onların fərqini və oxşar cəhətlərini və hətta ki, burada mümkün nəticə yazmalıyam ki, geniş süni intellektdən geniş istifadə olunsaydı nələr baş verərdi? Yəni hansı nəticə ilə yekunlaşardı bu təhsilimizin gedişatı? Bax, yəni anlayışların biz, yəni daha doğrusu tapşırıqların sonunda biz elə bir anlayışla qarşılaşırıq ki, bunlar bilavasitə abstrakt düşüncə ilə, təfəkkürlə əlaqəlidir. Sonra aşağıdakı deyir cümlədə metaforanı tap və onun simvolik mənasını izah et. Yəni sən burada, baxın burada da qeyd olunub ki, simvolik şəkildə dərk etmə bacarığıdır abstrakt təfəkkür. Yəni hansısa bir cümlədə hər hansı bir cümlə verilir, bu cümlənin metaforasını tapmalıyıq və onun simvolik mənası nədirsə, onun izahını biz izah etməliyik, yəni mənasını izah etməliyik. Baxın, yenə də burada biz müəyyən nə gördük? Mücərrədlik, bir abstraktlıq gördük yanaşmalarda. Yəni hər birisi, hər bir tapşırığın fonunda biz təfəkkürün bir növ daha dərin düşünülməsini və anlayışları ümumiləşdirərək və bir növ emal edərək, baxın, abstrakt təfəkkür həmçinin informasiyanın emalı təfəkkürdə, yəni emalından gedir və onun nəticəsində gəldiyimiz bir qərar, bir nəticə. Və görək abstrakt təfəkkürün hansı xüsusiyyətləri mövcuddur? Deyir, konkretlikdən uzaqdır. Həqiqətən də konkretlikdən uzaqdır nəyə görə? Çünki konkret bir əşyalara yox, anlayışlara fokuslanır. Bax, situasiyalarda da az öncə gördünüz, indi də istəyirsiniz sizə təqdim edim. Yəni burada biz müqayisələr aparırıq, həyatla əlaqə qururuq, müəyyən qayda prinsiplər yaradırıq, üç mümkün nəticə hazırlayırıq, müəyyən simvolik mənanı izah edirik. Yəni həqiqətən də görürük ki, konkretlikdən uzaqdır. Hamısı nədir? Müəyyən bir anlayışa fokuslanır. Ümumiləşdiricidir. Bu belə bir xüsusiyyət mövcuddur, hansı ki, ayrı-ayrı faktlardan ümumi nəticə çıxardır. Yəni, bu da xüsusiyyəti olaraq qəbul olunur. Yəni, aydın izah olunub deyə çox da xırdalığa getməyim. Simvolikdir. Yəni, müəyyən sözlər, rəqəmlər, formul və işarələrlə işləyir. Yenə də o nümunə bizim üçün, yəni göstərdiyim 5 nümunə bizim üçün bir ipucudur. Daha rahat abstrakt təfəkkürü mənimsəmək üçün məntiqidir. Səbəb-nəticə əlaqələrini araşdırır, sözsüz ki, çünki abstrakt təfəkkür informasiya emalını təmin etdiyi üçün burada hökmən səbəb-nəticə, yəni bir növ abstrakt təfəkkür məntiqi təfəkkürlə çox sıx əlaqəlidir. Yəni bəlkə də məntiqi təfəkkürün deyərdim bir tərkibidir, yəni abstrakt təfəkkür. Çünki burada da mücərrədlik var məntiqidə, abstrakt təfəkkürdə də anlayışların biz mücərrədliyini görürük. Hansı ki, o nə toxunula biləndir, nə görülə biləndir, nə izlənilə biləndir. Sadəcə beynimizin içində gedən informasiyanın nəyidir? Emalıdır, ümumiləşdirilmiş formasıdır. Və yaradıcıdır, yeni ideyaların formalaşmasına şərait yaradır. Ümumiyyətcə, onu vurğulayım ki, demək olar ki, təfəkkürün hər birində müəyyən yaradıcı elementlə biz qarşılaşırıq ki, bu da abstrakt təfəkkürdə özünü sübut edir. Abstrakt təfəkkür bəs necə formalaşır? Çox maraqlı bir sualdır. Biz bunu şagirdlərdə necə formalaşdıra bilərik? Hansı, belə deyim, vasitələr bizə yardımçı ola bilər? Məsəl üçün, dil və nitqin inkişafı ilə. Çünki dil və nitqin inkişafı ona görə olur ki, biz gərək elə bir suallar, elə bir situativ
tapşırıqlar şagirdlərə verək ki, o həmin o işin tapşırığın həllində nitqindən, dilindən istifadə eləsin. Yəni düşündüklərini ifadə eləyə bilsin, çatdırsın. Yəni nitqin inkişafı boş-boşuna yaranacaq, inkişaf etdiriləcək deyil də. Onun üçün biz gərək müəyyən mövzular, müəyyən bir tapşırıqlar verək və onun niyəsini, necəsini, o prosesi soruşaq, ümumiləşdirmələr, nəticələrin nədən ibarət olduğunu şagirdlərdən soruşaq ki, onu bizə neynəsin, nitqi ilə çatdırsın və o fikri ifadə etdikcə onun beynində növbəti fikirlər yaranır, növbəti düşüncələr formalaşır ki, bu da abstrakt təfəkkürün inkişafına təkan verir. Oxu, müzakirə və analiz prosesində sözsüz ki, riyazi və məntiqi tapşırıqlar vasitəsilə əla, fəlsəfi, elmi düşünmə və mücərrəd anlayışlarla işləyərkən. Yəni abstrakt təfəkkür daha çox belə fəlsəfi yanaşmalarda, düşüncələrdə və elmi düşüncələrdə, mücərrəd anlayışlardan daha çox istifadə olunur ki, bu da abstrakt təfəkkürün formalaşmasına təkan verir. Gəlin baxaq görəyin, burada qəşəng bir müqayisə etmişəm. Abstraktla praktik təfəkkürün fərqi, çünki artıq siz praktik təfəkkürün nə olduğunu bilirsiniz. Az öncə praktik təfəkkürü mən nəzəri təfəkkürlə əlaqələndirdim. Burada isə abstraktı praktik təfəkkürlə əlaqələndirirəm, yəni daha doğrusu fərqləndirirəm. Abstrakt təfəkkür daha çox anlayış və ideyalarla işləyir. Hı? Onu da biz tapşırıqlardan gördük, nümunələrdən. Praktik təfəkkür isə real vəziyyətlərlə işləyir. Onu da biz nümunələrlə gördük ki, həqiqətən praktik təfəkkür nədir? Real situasiyalara, həyati situasiyalara tətbiq etməkdir. Nədir? Niyə? Hətta sual artırmaq olar. Nə üçün? Nə səbəbə suallarına cavab verir. Amma praktik təfəkkür necə, nə etməli? Yəni suallarına cavab tapır. Abstrakt təfəkkür ümumi qanunauyğunluqları axtarır, amma praktik təfəkkür isə konkret həll yolu tapır. Yəni baxın, ən belə vacib olan optimal fərqləri mən sizə təqdim elədim. İndi gəlin baxaq görək, müəllim dərsdə bəs abstrakt təfəkkürün inkişafına necə dəstək göstərə bilər? Bax, biz bayaq demək praktik təfəkkürdə yanaşmalara baxdıq, onlardan toxunduq, danışdıq. İndi isə praktik təfəkkürün görək formalaşmasında hansı yanaşmalardan istifadə edə bilərik. Baxın, konseptuallaşdırma tapşırıqları. Bayaq da demişdim ki, bir növ abstrakt təfəkkür konseptual biliklərlə əlaqəlidir. Baxın, bu da biri bariz nümunə. Deyir, məqsəd öz sözləri ilə izah etməkdir. Yəni, məsələn, inqilab anlayışını bir hadisə kimi yox, proses kimi izah edə. Yəni, artıq biz şagirddən bu tapşırıq əsasında onun inqilab anlayışını necə başa düşdüyünü, hansı belə deyək, fikirlərlə ifadə etdiyini, necə başa düşdüyünü müəyyənləşdirə bilərik və təbii ki, şagird burada ümumiləşdirmələr aparacaq, özünün müşahidələrindən, nəticələrindən misal çəkəcək, onun bir nümunə gətirəcək, yəni fikrini bir növ ümumiləşdirəcək. Sonra simvolizm və metafora. Məsəl üçün, fikirləri simvol, obraz və ya bənzətmə vasitəsilə ifadə edir. Məsələn, azadlıq anlayışını bir obrazla ifadə et və səbəbini izah et. Elə az öncəki göstərdiyim nümunədə biz bunu görə bilərik. Baxın, elə burada deyir ki, aşağıdakı cümlədə metaforanı tap və onun simvolik mənasını izah et. Bax, biz burada gördük ki, nədir? Simvolizm burada rol oynayır, müəyyən bir rol oynayır və metafora da burada əks olunmalıdır. Sonra gəldi ümumiləşdirmə bacarığı. Ümumiləşdirmə bacarığı nədir? Ayrı-ayrı fakt və nümunələrdən çıxış edərək ortaq cəhəti, baxın, xüsusən qara hərflərlə vermişəm, ortaq cəhəti, qanunauyğunluğu və ya ümumi prinsipi müəyyənləşdirmə bacarığıdır. Yəni, biz bir neçə, məsəl üçün, fərqli mətnləri qarşılaşdırırıq və onları birləşdirən ümumi ideya nədirsə, məsəl üçün, uşaqlardan soruşa bilərəm ki, tutalım, Türkmənçay ilə Gülüstan müqaviləsini birləşdirən əsas ideya nədir? Artıq şagird burada ortaq cəhəti tapacaq. Məsəl üçün, deyəcək ki, Rusiya ilə
tutalım, yəni Rusiya imperiyası ilə İran imperiyası arasında bağlanmış bir sazişdir. Azərbaycanın ikiyə bölünməsinə səbəb olan müqavilələrdir. Yəni baxın, ortaq cəhət artıq şagird bunu oxuyaraq çıxartdığı nəticələrdən neynir? Qaynaqlanaraq o ideyanı müəyyənləşdirir. Deməli, abstrakt təfəkkürü də formalaşdırmaq üçün müəllimin istifadə edə biləcəyi deməli strategiya həm konseptuallaşdırma tipli tapşırıqların hazırlanmasıdır. Yəni izah et, fikrini ümumiləşdir və də ki, simvolizə və də ki, metafora şəklində və müəyyən bənzətmələr, yəni etməklə fikrini izah elə. Burada təbii ki, şagird müəyyən anlayışları bir-birlə qarşılaşdıracaq və fikrini daha məntiqli formada çatdıracaq. Belə, yəni mənim bu İzahlarımda xüsusən abstrakt və praktik təfəkkür yer aldı. İndi isə yəni burada dayandırıram izahımı, sonra növbəti video izahda isə yerdə qalan digər produktiv və analitik təfəkkürü izah edəcəm. Bu qədər. Növbəti izahda görüşənədək.